Salam, hər vaxtınız xeyir olsun. Bugün sizlərlə birlikdə müsahibə suallarına baxaq. Əvvəlcə birinci sualdan başlayaq. Özünüzü bir dəqiqə ərzində təqdim edin. Yəni burada kim olduğunuzu, hansı fəaliyyətlə məşğul olduğunuzdan danışacaqsınız. İkinci sualda niyə məhz müəllim olmaq istədiniz? Çünki bilik paylaşmağı, uşaqlarla işləməyi sevirəm. Gələcəyin formalaşmasında müəllimin rolunun böyük olduğuna inanıram. Üçüncü sualda müəllim peşəsinin ən çətin tərəfi nədir? Hər şagirdin fərqli xüsusiyyətlərini nəzərə alaraq hər birinə uyğun yanaşma tapmaqdır. Ən çətin tərəfi. Dördüncü sualda isə sizcə müəllim üçün bilik daha vacibdir, yoxsa ünsiyyət bacarığı niyə? Hər ikisi vacibdir. Müəllim biliyini düzgün ünsiyyət quraraq şagirdi çatdıra bilməlidir. Beşinci sual. Dərsə hazırlaşmadan gələn şagirdlə necə davranarsınız? Hazırlıqsız gələn şagirdə səbəbini öyrənər, onun növbəti dərsə hazır gəlməsi üçün dəstək olar və məsuliyyət hissini formalaşdırmağa çalışarım. 6-cı sual. Dərs boyu telefonla məşğul olan şagirdə nə deyərsiniz? Dərsi dayanmadan sakit şəkildə diqqətini dərsə yönəldər, ehtiyac olarsa dərsdən sonra söhbət edərəm. 7-ci sual. Şagird mən bu fənni sevmirəm desə nə edərsiniz? Deməli, onun maraqlarını öyrənər və dərsi həmin maraqlarla əlaqələndirməyə çalışarım. 8-ci sual. Dərsdə heç kim suallarınıza cavab verməsə necə davam edərsiniz? Deməli, bu zaman daha sadə suallarla başlayar, qrup işi və müzakirə təşkil edərəm. 9-cu sual. Çox danışan şagirdlə necə işləyərsiniz? Ona söz haqqını qaydalara uyğun verər, enerjisini müsbət istiqamətə yönəldərəm. Deməli, 10-cu sual. Çox sakit və özünə qapanmış şagirdi necə fəallaşdırarsınız? Bu zaman ona sadə suallar verər və uğurlarını tərifləyərək özünə inamını artırmağa çalışarım. Deməli, 11-ci sualda sinifdə 2 şagird dalaşsa, ilk addımınız nə olar? Bu zaman əvvəlcə vəziyyəti sakitləşdirər, sonra hər iki tərəfini dinləyib, ədalətli həll yolu tapmağa çalışarım. 12-ci sual. Valideyn müəllimi haqsız yerə günahlandırsa necə davranarsınız? Bu zaman sakit və hörmətlə dinləyər, faktlara əsaslanaraq məsələni izah edərəm. Daha sonra 13-cü sual. Valideyn yüksək qiymət tələb etsə cavabınız nə olar? Bu zaman təbii ki, qiymətin yalnız şagirdin biliyinə əsasən verildiyini nəzakətlə bildirərəm. Təbii ki, bu zaman şagirdin davranışına ya da ki, onun xüsusiyyətinə görə yox, sadəcə biliyinə görə dəyərləndirdiyini izah edərsiniz. 14-cü sual. Şagird qiymətlə razılaşmasa, vəziyyəti necə həll edərsiniz? Bu zaman qiymətləndirmə meyallarını izah edər, lazım gələrsə işini birlikdə təhlil edərəm. 15-ci sual. Şagird imtahanını köçürərsə, nə edərsiniz? Bu zaman qaydanı tətbiq edər, sonra bunun düzgün olmadığını izah edib təkrar etməməsinə çalışarım. 16-cı sual. Şagird ağlayaraq dərsdən çıxmaq istəsə necə davranarsınız? Bu zaman onu sakitləşdirər, səbəbini öyrənər və ehtiyac olasa psixoloq və valideynlə əlaqə saxlayarım. 17-ci sual. Dərsi istifadə etdiyiniz ən uğurlu metod hansıdır? Bu zaman müzakirə, əməkdaşlıq, praktik fəaliyyətə əsaslanan təlim metodlarıdır. 18-ci sual. Dərsin maraqlı keçməsi üçün hansı üsullardan istifadə edərsiniz? Bu zaman fəal təlim üsulları, həyatla əlaqəli nümunələr və İKT vasitələrindən istifadə edərəm. 19-cu sual. Dərs planında çatdıra bilmədiyiniz hissə qalsa nə edərsiniz? Bu zaman növbəti dərsdə planlı şəkildə davam etdirər, əsas məqsədin reallaşmasına diqqət edərəm. 20-ci sual. Direktor qəfil dərsinizdə iştirak etsə narahat olarsınız. Bu zaman narahat olmadan dərsi adi qaydada davam etməyə çalışarım. 21-ci sual. Həmkarınızla fikir ayrılığı yaşasanız necə həll edərsiniz? Bu zaman qarşılıqlı hörmət və dialoq yolu ilə həll etməyə çalışarım. 22-ci sual. Məktəbdə sizə əlavə iş tapşırılsa münasibətiniz necə olar? Bu zaman iş bölgüsü ədalətli olduğu halda məsuliyyətli yerinə yetirməyə çalışarım. 23-cü sual. Təhsil sayəsində özünüzü necə inkişaf etdirməyə çalışarsınız? Bu zaman təlimlərdə iştirak edir, yeni metodları öyrənir və peşəkar ədəbiyyat oxuyarım. 24-cü sual. Son oxuduğunuz pedaqoji kitab və izlədiyiniz təlim hansı olub? Rəqəmsal tədris alətləri, şagird yönümlü təlim metodları haqqında yenilikləri izləyirəm. 25-ci sual. Uğursuz keçən dərsdən sonra nə edirsiniz? Bu zaman səbəbləri təhlil edir, yəni nə üçün belə olduğunu təhlil edir, növbəti dərs üçün dəyişikliklər edirəm. 26-cı sual. Sizcə ideal müəllim necə olmalıdır? Ədalətli, məsuliyyətli, səbirli, yeniliyə açıq və nümunəvi olmalıdır.
27-ci sual. Müəllimin hansı davranışını bağışlamaq olmaz? Bu zaman şagirdi alçatmaq, ayrı seçkilik etmək, etik qaydaları pozmaq müəllimlərin bağışlanmayan davranışıdır. 28-ci sual. Şagirdin uğurunu necə qiymətləndirərsiniz? Bu zaman hər şagirdin əvvəlki nəticəsi ilə müqayisədə inkişafını nəzərə alıb onları dəstəkləməyə, qiymətləndirməyə çalışaram. 29-cu sual. Ən böyük peşəkar nailiyyətiniz nədir? Şagirdlərimin inkişafına və uğur qazanmasına töhfə verməyim. 30-cu sual. 5 ildən sonra özünüzü harda görürsünüz? Deməli, 5 ildən sonra daha təcrübəli, peşəkar və daim inkişaf edən müəllim kimi. 31-ci sual. Sizi niyə seçməliyik? Ən çox müsahibədə verilən suallardan biridir. Çünki daha məsuliyyətli, öyrənməyə açıq və şagirdlərin inkişafına dəyər verən müəllim olduğumu inandığım üçün. Digər sual. Əgər bu müsahibədən keçməsəniz nə edəcəksiniz? Deməli, səhvlərimi analiz edib, daha yaxşı hazırlaşaraq yenidən iştirak edəcəyəm. Deməli, daha sonra bir müəllimdə mütləq olmalı 3 keyfiyyəti sadalayın. Səbir, ədalət və peşəkarlıq. Təbii ki, bu üçü də müəllimdə olmalıdır mütləq. 34. Müəllim səhv etdiyini şagird qarşısında etiraf etməlidirmi? Niyə? Bəli, bu həm dürüstlük nümunəsidir, həm də şagirdlərdə etibar yaradır. 35-ci sual. Bir cümlə ilə müəllimliyi necə təsvir edərsiniz? Müəllimlik təkcə bilik vermək deyil, həm də insan yetişdirmək sənətidir. Ən son isə belə bir sual verim. Bunu mütləq yorumlarda qeyd edin, hamısını oxuyub cavablamağa çalışacağam. Deməli, sizə sual verilsə ki, müsahibədə siz özünüzü 10 bal üzərindən neçə bal ilə qiymətləndirərdiniz? Bunun neçə bal olduğunu və səbəbini hamısını yorumlarda qeyd etməyinizi xahiş edirəm.